Ayaq üstə duramırdım, nəinki ayaq üstə, qabağa, dala sürünənmirdim. İntiqam bəy bizə müraciət etməsəydi, ömürlük yataq xəstəsi olacaqdı. Bizə müraciət edən zaman sağ but çanaq oynağında, oynaq başında aseptik nekroz dediyimiz xəstəlik aşkar elədi. Aseptik nekroz sadə dildə desək, oynaq başına qan işləmədiyi üçün sümüyün ölməsidir. Səbəblərə biz misal göstərə bilərik. Bəzi dərman maddələrinin uzun müddətli istifadəsi, uzun müddətli spirtli içkilərin qəbulu, qan xəstəlikləri, damar patologiyaları və eyni zamanda o nahiyədə, yəni bu çanaq nahiyəsində olan travmalar bu xəstəliyə gətirib çıxara bilər. Ən optimal müalicə üsulu kimi bu çanaq oynağının total endoprotezləşməsi əməliyyatına qərar verdi. Bu çanaq oynağının endoprotezləşməsi əməliyyatının üstün cəhətlərindən biri xəstənin erkən hərəkətə başlaması və o kəskin ağrılarından xilas olmasıdır. Artıq xəstəmiz əməliyyat olub, aktivdir. Bu gün evə yola salacaq xəstəni və bundan sonraki təkrarlı müayinələr nəticəsində xəstəmiz bir ay sonra tam sərbəst şəkildə yeriməsini gözləyirik. Mən indi maşallah yeriyirəm. Sevindirici haldır ki, artıq bir neçə ildir ki, bu əməliyyatlar icbari tibbi sığorta tərəfindən qarşılanır və xəstələr bu imkandan uğurla yararlana bilirlər. Təşəkkür edirəm hamısına, başda həkim, hamısına təşəkkür edirəm. Allah haqqı ürəkdən deyirəm.